Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz deməli sınaq 29. Birinci tapşırıqda bizə deyir ki, vermiş ədədlərin əbobunu tapın. Əbobu tapmaq üçün sadə vuruqlarını ayırmaq lazımdır. 210-u həm 2-yə, həm də 5-ə bölürəmsə, yəni 10-a bölürəm. 10-a böləndə alınır burada 21, 21 3-ə bölünür 7, 7-ni də 7-yə bölürəm 1. 168-i də sadə vuruqlarını ayıranda 2-yə bölürəm eləyir 84, 2-yə bölürəm eləyir 42. Yenə 2-yə bölünür. 42-ni 2-yə böləndə 21. 21-i bölürəm 3-ə 7. 7-ni də 7-yə bölürəm 1. Deməli, ortaqlar oldu 7. Hər ikisində var. 3. Yenə hər ikisində var. Bir də 2 hər ikisində var. Onda əbob bərabərdir. Ortaq vuruqların hasilinə, yəni 2 vurulsun, 3 vurulsun 7. 7 dəfə üçün 21. 21-i də 2-yə vuranda 42. Deməli, 42 oldu burada B variantı. Növbəti tapşırığımız düzbucaqlı üçbucağın katetləri verilir. Daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Deməli, əgər bizə düzbucaqlı üçbucaq verilirsə, bunun katetlərini A və B, hipotenuzunu da C götürsək, bunda daxilə çəkilmiş çevrənin radiusu düsturu. Deməli, 2R bərabərdir A üstəgəl B çıxılsın C bölünsün 2-dir. Bu oldu daxilə çəkilmiş çevrənin radiusu düsturu hansı üçbucaqda? Təbii ki, düzbucaqlı üçbucaqdır. İndi bundan istifadə edərək tapşırığı həll eləsək, deməli, katetləri 5 və 12-dirsə, katetləri 5 və 12-dirsə, biz bilirik ki, 5, 12 hipotenuz olar 13. Əgər bilmiriksə, Pifaqorla da tapmaq olar. Onda yerinə yazsaq, R bərabərdir 5 üstəgəl 12 çıxılsın 13 bölünsün 2. Deməli, 12-dən 13 çıxanda qalır -1. 5-lə də -1 eləyir 4. 4-ü də 2-yə böləndə eləyir 2. Deməli, radiusu çevrənin 2-yə bərabərdir. Üçüncü tapşırıqda həll eləməkdən ötürü, deməli, biri 4-dür, biri 8-dir. Hər ikisini 2 əsasına gətirmək olar. Deməli, 4-ün yerinə yazaram 2-nin kvadratı. Üstlər də bir-birinə vurur. Vurulsun 3-də 2, vurulsun 8-də 3. Vur. 8-i də yazaram 2-nin kubu kimi. Bir dənə də vurulsun -2-də 1. Yəni, bunların üstləri bir-birinə vurulur. Bu da eləyir bərabərdir. Deməli, burada 3-lər ixtisarca etdi. Bu 2-nin də 8-lə ixtisarca etdi 4. Deməli, qaldı 2 üstü 4-də 2. Vurulsun 2 üstü, bu da elədi -2-də 3. Bunların hər ikisində deməli ixtisarca edir, qalır 2 üstü 2-də 1. Vurulsun 2 üstü -2-də 3. Deməli, əsasları eyni olan qüvvətləri vuranda əsas yazılır, üstlər toplanılır. 2-də 1 ilə -2-də 3-ü toplayanda eləyir -2-də 2. -2-də 2-də deməli -1 deməkdir. -1 də olanda olur 1 bölünsün 2. 1 bölünsün 2 isə 0,5 deməkdir. Yəni 2-nin üstündə müsbət 1-dir. Bunu da cavab eləyər 0,5. Növbəti tapşırığımız paralleqramın 3 dənə bucağının cəmi. Deməli, biz bilirik ki, paralleqramın 4 dənə bucağı var. 4-ünün cəmi 360-dır. 3-ünün də cəmi 260-dır. Onda bir dənə bucağını tapmaqdan ötürü 360-dan 260-ı çıxsam eləyər 100 dərəcə. 100 dərəcə elədiyinə görə deməli ikincisi də 100 dərəcədir. Yəni qarşı bucaqlar bir-birinə bərabərdir. Bir tərəfinə biçik bucaqların da cəmi 80 dərəcədir. Deməli 100-ə sol tərəfində belə deyim 80-dır. Bu bir 100-ün də sağ tərəfindəki 80 olasın. Bizə də balaca bucağı soruşur. 4-də A variantı. 5-ci tapşırıqda ifadənin qiymətini deyir. B-nin hansı qiymətli ifadənin qiyməti 0-a bərabərdir. Deməli, kəsrin qiyməti 0 olmaqdan ötürü surət mütləq 0 olmalıdır. B kvadratı çıxılsın 36 bərabər olmalıdır 0-a. Bir də kəsirin məxrəci olduğuna görə bu məxrəc, yəni 5B üstəgəl 30 həmişə fərqli olmalıdır 0-dan. Bu iki şərtə əsasən, deməli, ikincini həll eləsəm, 5B fərqlidir -6-dan, daha doğrusu -30-dan, B də fərqlidir, -30-u da 5-ə böləndə -6 eləyir. Deməli, B -6 ala bilməz. İndi birincidən alaram ki, B kvadratı çıxılsın 36 bərabərdir 0-dırsa, onda burada B mütləq təkcə müsbət 6-dan götürərəm. Bu tənliyin kökəsində -6 da var, amma B bərabərdir -6 kənar kökdür.
Deməli bizim yalnız bir dənə B bərabərdir 6 kökümüz oldu. 5'də də oldu A variantı. 6 nömrəli məsələ. 6 nömrəli məsələdə biraz şəkli böyük çəkim ki, içindəki işləri rahat göstərə bilək. Deməli buradan verirdi bizə bir dənə diametr. Diametri adlandırıb A, B. Buradan da bir dənə perpendikulyar endirib. Hemen perpendikulyarın oturacağını D, təpəsini də C adlandırdı. Sonra burada da bir dənə rastgele Y nöqtəsi. Hemen Y nöqtəsi ilə bunu birləşdirirəm. Bir dənə də bunu birləşdirdi. Bizdən bu bucağı soruşur. Alfa. Deyir ki, A, Y, C bucağını tapın. İndi verilənləri yazaq. Deməli bizə verilir AD 2. Bax buradan bura qədər 2'dir. DB'ni buradan bura qədəri də bütöv verir bizə 6. Deməli diametr bərabərdir 6'ya. İndi bu hələ ki belə dursun. Sonra baxıram nəyə? Biz bilirik ki, əgər diametrə söykənən bucaq verilirsə, deməli bu bucaq mütləq 90 dərəcədir. Onda 3 bucaq A, C, B, 3 bucağında bucaq C bərabərdir 90 dərəcə. CD də bərabərdir hündürlüyə. Onda hündürlüyün kvadratı bərabərdir proyeksiyaların hasilinə. Yəni buradan alıram ki, CD bərabərdir 2, CD'nin kvadratı daha doğrusu 2 vurulsun 6. O da bərabərdir 12. Onda buradan da tapıram ki, CD özü də bərabərdir kök altında 12'ye. Kök altında 12'də 4 vurulsun 3 yazıramsa 2 kök altında 3'e bərabər olur. Deməli CD'ni tapdım burada. 2 kök altında 3. İndi baxıram bu üç bucağa. Üç bucaq A, D, C'də bucaq D bərabərdir 90 dərəcə. Deməli burada katetin biri 2, biri də 2 köklü 2'dir. Ona görə də onda bucağı buradan aydındır ki 30 taparam. 30'un qarşısındakı katet hipotenuzun yarısıdır. Bura 4 olasıdır. AC 4 olasıdır. O biri katet də bundan köklü 2 dəfə böyükdür. Əgər C bucağı 30 dərəcədirsə, C bucağı 30 dərəcədirsə, onda bu bucaqda olasıdır 60 dərəcə. Bu bucaq 60'dırsa, onda 60 dərəcəli, belə deyim, bucağa söykənən bu qövs, yəni CB qövsü 120 dərəcəli qövsdür. 120 dərəcədirsə, onda AC-yə də qalır 60 dərəcə. 60'ın da deməli 60 dərəcəli qövsə söykənən alfa bucağı da olasıdır 60'ın yarısı. 60 bölünsün 2 bərabərdir 30 dərəcəyə. Deməli burada da cavab elədi E variantı. Növbəti məsələmiz 7. Deməli baxanda burada 16'dırsa bu da bərabərdir 4'ün kvadratına. Bu da 9'dursa 3'ün kvadratına. Deməli birinin radiusu 4, birinin də radiusu 3 olan 2 dənə çevrə verildi. Həmin çevrələrin mərkəzləri arasındakı məsafəni deyir soruşur bizdən. Deməli 2 dənə çevrədir. Birincinin mərkəzinin koordinatları olasıdır bu mötərizələrin kökü. Yəni 1, -3. İkincinin mərkəzləri arasındakı məsafə olasıdır ki, -5, -5. Və bu aradakı məsafəni soruşur bizdən mərkəzlər arasında. O1. Yazıram. O1 bərabərdir kök altında 1 çıxılsın -5 olur. -5'in kvadratı üstə gəl -3 çıxılsın 5'in kvadratı. Bərabərdir. 1'dən -5 çıxanda eləyib -6. 6'nın kvadratı üstə gəl -8'in kvadratı. Bu da eləyər kök altında 100. Kökdə 100'dən də kök çıxar 10. Deməli mərkəzlər arasındakı məsafə bərabərdir 10'a. İkinci 8-ci sənlik. Sistemə əsasən x minus y tapın deyir. İndi birinci mötərizəni açsaq görərik ki burada x kvadratı minus xy bərabərdir 17'yə. İkincidən amma yazsaq olar
yerlərini dəyişdirib yazıram. Mənfi y-in kvadratı minus plus daha doğrusu xy bərabərdir. Deməli 8-ə. Bunun yerini dəyişdirməsəm də olardı. İkinci tənliyin hər bir həddini mənfi 1'ə vurum. X kvadratı çıxılsın xy bərabərdir 17. Bunu da mənfi 1'ə vuranda olar. Y kvadratı çıxılsın xy bərabərdir mənfi 8'ə. Artıq tərəf-tərəfə toplayanda alaram x kvadratı çıxılsın 2 dənə xy üstəcəl y kvadratı. Mənfi 17 ilə də müsbət 8 edir 9. Bu da bizə verir x minus y-in mötərizə kvadratının 9 olduğundan çıxır ki x minus y-in modulu da bərabərdir 3'ə. Deməli 3 olmalı ki bunun kvadratı 9 eləsin. Deməli burada da cavab oldu B variantı. 9 nömrəli tapşırıq. 9'da müxtəsər vurma düsturuna əsasən x kvadratı çıxılsın kökdə 5'in kvadratı yazmaq olar sol tərəfə. Bərabərdir 4'ə. Buradan x kvadratı çıx 5 bərabərdir 4. X kvadratı bərabərdir 9'a. Tənliyinin köklərinin cəmini tapın deyil. X bərabərdir müsbət mənfi 3'ə. Deməli bunların da cəmi mənfi 3 üstəcəl 3 bərabər olar 0'a. C variantı. 10 nömrəli məsələ. Hansı ədədin 35%-ni 20%-i hansı ədədin, məsələn x ədədinin 35%-nin deyirsə, deməli bunun %35'i. 35%-nin təzədən 20%-i deyir. Vurulsun bir dənə də %20, 20%-ni tapıram. Bərabər olur deyir 28'ə. İndi burada biraz ixtisar eləyim. 20 ilə 100 ixtisar eləsəm 5. 5 ilə də 35 ixtisar eləsəm 7. Deməli qalar x vurulsun %7 bərabərdir 28'ə. Buradan x də bərabərdir 28'i bölməliyəm %7'yə. 28'i %7'yə bölmək 7'də 100'ə vurmaq deməkdir. 7 ilə 28 ixtisar gedir. 4 vurulsun 100. 4'ü də 100'ə vuranda eləyər 400. Deməli axtarılan ədəd 400 imiş. Onda da D variantı. 11 nömrəli məsələ. Deməli bərabərsizliyini ödəyən ən kiçik tam ədəd tapın deyir. Tapaq. Birinci hər tərəfi mənfi 6'ya vururam. Mənfi 6'ya vuranda bu tərəfdə olur 5x çıxılsın 8. Bu tərəfdə olur müsbət 24. Məxrəcdə də 1 olur. Mənfiyə vurduğuma görə ortadakı işarə mütləq dəyişir. Deməli burada da 5x böyükdür 24 üstəcəl 8'dən. 5x böyükdür 32'dən. Hər tərəfi də 5'ə bölsəm x də böyükdür 32'də 5 6 dəfə. 20'də də 5 4 dəfə. Deməli x alt tamamında 4'dən böyükdür. Ən kiçik tam ədəd tapın deyir. Alt tamamında 4'dən sonra gələn tam ədəd olasıdır 7. 12 nömrəli məsələ. 12 nömrəli məsələdə deməli bizə verir BSK-nın buranın sahəsini verir bizə 14. Bizdən bütöv sahəni soruşur. Bir dənə də deyir ki bu buna bərabərdir. Bu buna bərabərdirsə deməli mən məsələni belə eləyirəm. Burada bölürəm bir dənə də bunu 2 yerə. Onda burada bura bərabər olasıdır. Çünki bu orta xəttdir. Oturacaqlara da paralel çəkmişəm. Onda buradan belə bir nəticə alıram ki, bax bu üçbucağın sahəsi ilə, həmən üçbucağın sahəsi ilə, bir dənə bunun rəngini dəyişim. Bax bu sarıların cəmi bir-birinə bərabər olur. Deməli o çəhrayı üçbucağın sahəsi ilə 2 dənə sarı üçbucağın sahələri cəmi bir-birinə bərabərdir. Niyəsini izah edeyim indi. Niyəsini ona görə belə izah edirəm ki, əgər bizə bir dənə düzbucaqlı verildi, həmən düzbucaqlının içində bir dənə hər hansı rastgele üçbucaq çəksəm, baxın, deməli bunun bu belə deyim də, bax buranın cəmi buna bərabər olasın. Onda bura yazıram S1, bura yazıram S2, burada yazıram S3. Onda buradan yazıram ki S3 bərabərdir S1 üstəcəl S2'yə. Deməli bu qaydanı bilirik. Nəyə görə bilirik? Çünki bu üçbucaqları bax belə də bir dənə də buradan xətt çəksəm, bunun sahəsi bu S1 ilə belə deyim də bura S4 olsun. S1 ilə S4 bir-birinə bərabər olur. S2 ilə də S5 bir-birinə bərabər olur. Çünki eyni düzbucaqlının diaqonallarından bölünmüş halıdır.
Onda buranı bizə 14 verirsə, deməli 1 yazıram çəhrayı bərabərdir 14-dürsə, 1 sarı da bərabərdir 14-ə. Deməli onda yarım düzbucaqlığın sahəsi olasıdır 14 üstəgəl 14, o da bərabərdir 28-ə. Onda ABCD bütöyün sahəsi də olasıdır 28 vurulsun 2, o da bərabərdir 56-ya. Vəssalam, bu da belə. Yəni bu əslində şifahi işlənəsi məsələdir. 13 nömrəli məsələ. Düzbucaqlı koordinat sistemində A nöqtəsi x ox üzərindədir. Deməli, x ox üzərində bir dənə A nöqtəsi götürürəmsə, həmin bu nöqtənin x-i hər hansı bir ədəd, y-i 0-dır. Bu A nöqtəsidir. B nöqtəsi B-də deyir, y ox üzərindədir. Onda burada da olası x-i 0, y-i hər hansı bir ədəd. İndi A-nın x-i var, y-i 0-dır. Deməli, A nöqtəsinin koordinatı 3, bir də 2 çıxılsın 5-dir. Bu bərabər olmalıdır. X bir də 0-a. Deməli, x 3-dür burada. Yazıram, x bərabərdir 3, 2 çıxılsın 5 bərabərdir 0-a. Buradan 2a bərabərdir 5-ə, a da bərabərdir 2,5-ə. A-nı tapdım. İndi B nöqtəsinin koordinatlarını verdi. 7 üstəgəl 2b və -4. Və deyirəm ki, B-nin də koordinatı 0, y-dir. Deməli, buradan da y -4 olmalıdır. 7 üstəgəl 2b də 0 olmalıdır. Buradan 2b bərabərdir -7-yə, b də bərabərdir -3,5-ə. Bizə də deyir ki, C nöqtəsi harada yerləşir? Deməli, C-nin koordinatları da AB verdi. O da bərabərdir 2,5 və -3,5. Deməli, biz bilirik 2,5 buradadır. Məsələn, 2,5. Düşürəm aşağı. Burada da -3,5. Deməli, bu nöqtə olur C nöqtəsi. C nöqtəsi yerləşir 4-cü rübdə. 4-cü rübdə. E variantı. Növbəti məsələ. Düzbucaqlı paralelipipedin yan xətti ölçüləri verilir. Həcmini tapın deyir. 14. V bərabərdir həcm düsturu. A vur, B vur, C bərabərdir. 5 vur, 8 vur, 9. 40'ı da 9'a vuranda 360 santimetrin kubu. 360 santimetrin kubu. 15 nömrəli tapşırıq. Düz xəttin bucaq əmsalını tapın. Deməli, 5x çıxılsın 3, daha doğrusu 6-dır. Bərabərdir 4-ə. Burada bucaq əmsalı deyəndə x-in əmsalını tez 6 götürürlər, amma belə deyil. Deməli, buradan biz 3y tapmalıyıq əvvəlcə. 3y bərabərdir 6x çıxılsın 4-ə. Hər tərəfi də 3-ə bölsəm y bərabərdir 6-nı 3-ə böləndə eləyir 2x çıxılsın 4 bölünsün 3. İndiki bu x-in əmsalı k əmsalı oldu. K bərabərdir deməli 2-yə. K-sı bərabərdir 2-yə. 15-də də C variantı. 16 nömrəli məsələ. 2 ədədin ədədi ortası 6-dır. Yəni A üstəgəl B bölünsün 2 bərabərdir 6-ya. Həndəsi ortası isə 4-dür. Kök altında AB bunun həndəsi ortasıdır. Bu da 4-ə bərabərdir. İndi birincidən A üstəgəl B bərabər olmalıdır. 6-nı 2-yə vururam 12-yə. Buradan A vurulsun B də bərabər olmalıdır. Hər tərəfi kvadrata yüksəldirəm 16-ya. Deməli, cəmi 12. Hasili 16 olan ədəd verildi bizə. İndi bizə nə deyir? Deyir ki, bu ədədlərin kvadratları cəminin ədəd ortasını tapın. Deməli, biz tapmalıyıq A-nın kvadratı üstəgəl B-nin kvadratının yarısını. Kvadratlar cəminin deyir, ədəd ortasını tapın. Bərabərdir. Burada köməkçi düsturdan istifadə edirəm. A üstəgəl B-nin kvadratı çıxılsın 2AB. A kvadrat üstəgəl B kvadratına bərabərdir. O da bərabərdir. Yerinə qoysam 12'nin kvadratı çıxılsın 2 vurulsun 16 bölünsün 2. 12'nin kvadratını 2'yə böləndə eləyir burada 12 vurulsun 6 çıxılsın. Burada da 2'lər ixtisar edir 16. Bu da eləyir 72 çıxılsın 16. 12'dən 6 çıxanda 6. 6'dan da 1 çıxanda 5. 56 eləyir. Deməli, axtarılan ifadənin cavabı 56.
17 nömrəli tapşırıq. Bir də 17'yi keçməmişdən qabaq bunu deyim ki, bu köməkçi düsturu, yəni a kvadrat üstəgəl b kvadratının a üstəgəl b-nin mötərizə kvadratı çıxılsın 2ab-yə bərabər olduğunu əzbərləmək lazımdır. Bu bizim köməkçi düsturumuz. Tənliyindən deyir, x-i tapın. Deməli, x vurulsun b-si çıxılsın a üstəgəl b vurulsun a-nın kvadratı b bərabərdir. Burada da xb, burada da a-nın kvadratı s'dir. Deməli, s birincidə də var, axırıncıda da var. Bunu da s'yə vurum. Vur s, bunu da vuram s'yə. Sonra a kvadratı birincidə yoxdursa, birincinin də a kvadratına vururam. A kvadratı vurulsun, burada da a kvadratı. Yəni, məxrəcə vurduğuma görə surətə də vururam. A kvadratı b, s. A kvadratı b'si, burada da a kvadratı b'si yoxdursa, təzədən bunları da b'yə vururam ki, hamısı eyni olsun. Məxrəclər eyniləşdirsə, deməli, surətlər də eyniləşməlidir. Surətləri yazıram ki, x a kvadratı çıxılsın. Burada da olasıdır a üstəgəl b-nin s hasili bərabər olmalıdır x b-nin kvadratına. Deməli, məxrəclər bərabərdirsə, surətlər də bərabərdir. İndi biz buradan x-i tapmaq istəyiriksə, x-ləri bir tərəfə keçirim. X a-nın kvadratı çıxılsın x b-nin kvadratı bərabərdir. Bunlar da sağa keçəndə olur a üstəgəl b vurulsun s. Buradan x-i ortaq vuruq çıxarsam a kvadratı çıxılsın b kvadratı qalar. Bu tərəfdə də a üstəgəl b vurulsun s durur. Sonra x-i tapmaq üçün a üstəgəl b vur s-ni a kvadratı çıxılsın b kvadratına bölməliyəm. Surəti olduğu kimi yazsam və məxrəci vuruqlarını ayırsam a çıxılsın b, a üstəgəl b olar. A üstəgəl b-lər burada ixtisar gedər, qalar s bölünsün a çıxılsın b. Deməli, bu ifadənin də cavabı oldu s bölünsün a çıxılsın b. 17-nin həlli. Açıq tipli idi. 18. 200 metr uzunluqda olan parçanı iki yerə böldülər. Deməli, bizdən axırda ikinci hissənin uzunluğunu soruşur. İkinci hissəni götürürəm x, onda birinci hissə olar. 200 çıxılsın x. 2 yerə böldüm. İndi bizə deyir ki, birincinin 3'də 1'i, yəni 200 çıxılsın x-in 3'də 1'i, ikincinin 50%-nə x vurulsun 50%-də %50, yəni 2'də 1'i yarısım deməkdir. Bərabərdir. Tənliyi qurdum, indi həll edeyim. Deməli, əvvəlcə hər tərəfi 6'ya vuraq. Deməli, bunu da vurum, sağı da vurum 6'ya, solu da vurum 6'ya, rahat olsun. Burada 6 ilə 3 ixtisar getsin, qalsın 2 vurulsun. 200 çıxılsın x bərabərdir. Burada da bunlar ixtisar gedir, bərabərdir 3x-ə. Deməli, burada olur 400 çıxılsın 2x bərabərdir 3x-ə. 5x bərabərdir 400-ə, x də bərabərdir 80-a. Deməli, bizə də ikinci hissənin uzunluğunu soruşurdu 80. 19 nömrəli tapşırıq. Deyir ki, ədədinin tam hissəsini tapın. Tam hissəsini tapmaq üçün bilmək lazımdır ki, bu ədəd hansı iki qonşu tam ədədin arasında yerləşir. Deməli, a bərabərdir. Vurub açsam 4 üstəgəl 4 kök altında 3. O da bərabər 4 üstəgəl. Bunu da kökə salsam 4'ü 16 eləyir. 16'dan 3'ə vuranda 48. İndi baxıram ədəd oxunda ki, kök altında 48, kök altında 49 ilə kök altında 36'nın arasında yerləşir. Deməli, kök altında 48'in tam hissəsi 6'dır. Kəsir hissəsi bizə nə sorur? Tam hissəsini sorur. Tam hissəsi 6'dır. Deməli, bu belə deyim ki, 6 tam onda məsələn 6'dır. Bunun üstünə 4 gələndə a bərabərdir 4 üstəgəl məsələn 6 tam onda 6 təqribən də bu. Bu da eləyər 10 tam onda 6 və deməli tam hissəsi də bunun bərabərdir nəyə? 10'a. Tam hissəsi bərabər oldu 10'a. 20 nömrəli məsələ. ABC üçbucağında AB 8, AD 4. Bizdən DS'ni soruşursa buranı da A götürüm. Bir də deyir ki, ABD bucağı, bax bu bucaq
bərabərdir AC B bucağına, bu bucağa bərabərdir. İndi bucaqlar bərabərdirsə, burada bu beləcə üçbucaqla bütöv üçbucağın oxşarlığını yazaq. Balaca üçbucaqda B bucağı, böyük üçbucaqda C-yə bərabərdir. Bucaq C-yə. Balacada A-la böyükdəki A eynidir. İkisi də A bucağı, həm balacanın bucağıdır, həm də böyüyün bucağı. Deməli, B ilə A-nı yazdımsa, burada üçüncü tərəf olaraq D qalır. Burada da C ilə A-nı yazdımsa, üçüncü tərəf olaraq B qalır. Bunlar oxşardır. İndi AB tərəf verildiyinə görə, birinci üçbucağın iki tərəfini yazdımsa, bunların ikisini yazmalıyam. AC-yə nisbəti bərabərdir. Sonra AD-ni yazıram. Burada da yazmalıyam AB-ni. İndi verilənləri yerinə qoyaq. AB-ni verir 8. Bölünsün AC-ni verir 4 üstəgəl A. Bərabərdir AD 4'dür. AB də 8'dir yenə. Buradan 8 ilə 4'ü ixtisar eləsəm 2-də 1 qalar. Və surəti 8 isə bunu da surətini 8'ə gətirməkdən ötürü 8'ə vursam, 2'ni də 8'ə vuranda eləyər 16. Deməli, surətləri eynidirsə, məxrəcləri də eyni olmalıdır. Deməli, buradan alıb 4 üstəgəl A bərabərdir 16'ya. A da bərabərdir 12'yə. Bizdən də elə DC-ni soruşur 12. Deməli, oxşarlıqla həll elədik. 21'də deməli, mənfi 4'ün kvadratı 16 eləyir və yaxud da ki, mənfi ədədin kvadratı cüt ədəddir. 16'dan da kök çıxır 4. Buradan da 3'lər ixtisar gedir. Qalır mənfi 7. Qabaqda da mənfi olduğuna görə ikisi bir yerdə müsbət 7 olur. Mənfi 8'in kvadratı müsbət 64 eləyir. Müsbət 64'dən də 3-cü dərəcədən kök çıxır 4. 8 ilə də 7'ni toplayanda eləyər 15. 22 nömrəli məsələ. Deməli, 15 oldu. Bu 21-ci cavab. 22 nömrəli məsələdə tənlik verir bizə. Daha doğrusu funksiya verir. Funksiyanın qrafiki deyir ki, x bərabərdir 2. Baxın, bunun simmetriya oxudu deyirsə, deməli, biz bilirik ki, bu paraboladır da. Simmetriya oxudursa, təbii ki, bu təpə nöqtəsinin x olasıdır. Onda biz bilirik ki, m bərabərdir, yazaq. M bərabərdir x-ə, o da bərabərdir mənfi b bölünsün 2a-ya. Bu bizim düsturumuz. İndi x-i bizə verir 2. Bərabərdir, mənfini yazıram. Funksiyanın b-si 8'dir. Bölünsün 2, a-sı da a çıxılsın 3'dür. İndi tənasüb üçün bir-birinə vursam, 2'ni 2'yə vuranda, ya da ki, belə eləyim, 8-dən 2'yə ixtisar eləyim, mənfi 4 bölünsün, a çıxılsın 3 qalır. İndi bu mənfini kəsrin surətinə verim. 2'ni bunlara vurum. 2 vurulsun, a çıxılsın 3 bərabərdir mənfi 4'dür. Tabi burada qabaqdakı mənfini verdim yuxarı. Onda oldu 2a çıxılsın 6 bərabərdir mənfi 4'ə. 2a bərabərdir 6 çıxılsın 4 2'yə. A da bərabərdir 1'ə. A-nın bir qiymətini gətirib funksiyada yerinə qoysam, fx bərabər olasıdır. 1'dən 3 çıxanda qalır mənfi 2 x-in kvadratı üstəgəl 8x. 1'i də bura qoyanda üstəgəl 2. Deməli, x-i verir bizə, təpə nöqtəsinin x-ini verdi bizə. X bərabərdir 2 olduqda, indi bu biz y-i tapmalıyam da təpə nöqtəsini, yəni x-in 2 qiymətindən gedir söhbət. Y də bərabərdir mənfi 2 vurulsun 2'nin kvadratı üstəgəl 8 vurulsun 2 üstəgəl 2. Bərabərdir. Bu da eləyir mənfi 8 üstəgəl 16 üstəgəl 2. 18'dən də 8'i çıxanda qalır 10. X-i 2, y-i 10 nöqtələrin cəmini tapın deyir. 2 üstəgəl 10 bərabərdir 20'yə. Bir dəqiqə 2 üstəgəl 10. Baxın, uşaqlar da hərdən birdən imtahanda belə səhvlər eləyir. Hamı da olur. Biraz diqqətli olmaq lazımdır. O 2'nin üstünə gələndə olur 12. Burada da elədi cavab 12. İndi 23 nömrəyə tapşırıq. 23'də deməli ilk 2 dənəni qruplaşdırıram. X kvadratını çıxardanda qalır x plus. Yox, bunu belə qruplaşdırsam olmayacaq. Çünki mötərizələrin içi eyni olmalıdır. Bir
Yəni bunu silək. Və diqqətlə baxaq görək hansını qruplaşdırsaq daha yaxşı olar. Birinci ilə axırıncını qruplaşdır. Buradan yazaq qoy. 23. X kubu ilə 8-i qruplaşdırıram. 8-i də yazıram 2-in kubu. Üstəgəl 16 bir dəqiqə 8 x kvadratı ilə də 16x'i bir qruplaşdırıram. Kublar düsturu ilə bunu açsam x plus 2 olar. İkinci mötərizədə x kvadratı çıxılsın 2x üstəgəl 4. Və ikincilərdən də, yəni üçüncü ilə dördüncüdən də 8x'i çıxarsam x plus 2 də burada qalır. İndi hər ikisindən x plus 2-ni ortaq vuruq çıxardaram. Mötərizənin içində qalar x kvadratı çıxılsın 2x üstəgəl 4 üstəgəl 8x. Bərabərdir. Bu da x plus 2 eləyir. İkinci mötərizəmizdə x-in kvadratı üstəgəl 6x üstəgəl 4 eləyir. İndi bizə deyir ki, x bərabərdir. Mənfi 2 olduqda. Bu birinci mötərizənin yerinə mənfi 2 üstəgəl 2 yazsaq, ikinci mötərizədə nə istəyir olsun? 0 olması cavab. Deməli, ifadəsinin qiyməti 0-a bərabərdir. 24 nömrəli məsələ. Buradan 24'ü yazaq. Deməli deyir ki, 2 zər atıldıqca üst üzə düşən xalların cəminin 4'ə bölünmə. Deməli burada biz yalnız 4'ə bölüncə elə ədədlər tapmalıyıq ki, bunları toplayanda 4'ə bölünsün. İndi baxaq görək. Məsəl üçün 1 ilə hansı ədəd olsa 4'ə bölünər. Biz bilirik ki, 2-2 olanda 1-2, 1-1, 1-2, 1-3. Deməli 1-3 olur. Toplayanda cəm olur. 4 4'ə bölünür. 1'dən sonra 4'ə bölünməkdən sonra 8 olmalıdır. 1 9'da da təbii ki olanmaz. Deməli 1'də yalnız 1 3'dür. Sonra 2'də 2 2 olsa 4'ə bölünür. Bir də 2 6 olsa 4'ə bölünür. Çünki cəmi 8 eləyir. Sonra keçdim 3'ə. 3 1 olsa bölünər 4'ə. Bir də 3 ilə 5 olsa da 8 olar. Bu da bölünər 4'ə. 3'lərdən də qutardım. 4 1 olmaz. 4 4 olar. Amma 8 olar. Daha 4'dən başqası yoxdur. Bu 8-dirsə aydındır ki, daha ayrısı olası deyil. Sonra 5'lərdə də 5 3 olar. Bir dənə 8 olmaqdan ötürü. 6'larda da olar. 6 ilə 2 eləyər. 8 4'ə bölünər. Bir də 6 ilə 6 olar. İndi hamısı bir yerdə 2 zər atıldıqda ümumi halların sayı 36 dənədir. P bərabərdir 36-da. Əlverişli halların sayını da tapaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 36'da 9. 9 ixtisar gedir. Qalır 4'də 1. 0,25 kimi də, həm də 4'də 1 kimi də yazmaq olar. Bu da bu ehtimalı. İndi baxdıq məsələ 25'ə. Məsələ 25'də çoxluqlardan gedir söhbət. Təbii ki, Venn diaqramı ilə tapşırıq daha rahat olur. Yəni görürük ki, nə var, nə yox. İndi burada ikisinin birincini A çoxluğu, ikincini də B çoxluğu götürürəmsə, kəsişməsində 5 dənə element var. 5 dənə element var. Burada da bilmirəm neçə dənədir. Deməli, yazıram ki, N, A kəsişmə B bərabərdir 5 dənə. Onda NA da bərabərdir X plus 5 dənə. Bizə də deyir ki, MB bundan 3 dəfə çoxdur. Deməli, MB də bərabərdir x plus 5'dən 3 dəfə çox vurulsun 3. Yəni bu isə 3x üstəgəl 15 deməkdir. Onda n b çıxılsın a-nı tapmaqdan ötürü 3x üstəgəl 15'dən 5 dənəsini çıxıram. Burada da qalır 3x üstəgəl 10 dənə. Deməli burada 3x üstəgəl 10 dənədir. İndi bizə deyir ki, bütöv hamısı bir yerdə 23 dənədir. Yəni x üstəgəl 5 üstəgəl 3x üstəgəl 10 birləşməsi olası 23 dənə. Burada 4x bərabərdir 23 çıxılsın 15 23 çıxılsın 15 8 x də bərabərdir 8 bölünsün 4 o da bərabərdir 2 dənə. Deməli x-ə yazdım 2 dənə. Bizdən də elə n a çıxılsın b-ni soruşur. O da x olduğuna görə o da bərabərdir 2'ye. Deməli tapşırığında cavab elədi 2. Bu da bunun həlli. Burada da deməli mövzumuz bu da daha doğrusu bu sınavımız da burada yekunlaşır.
Hələlik bu qədər. Sağ olun. Növbəti sınaqlarda görüşərik inşallah.